Qızlar əməliyyatxanana hazırlayır. Dişlərini çəkmək üçün gömülü ağıl dişi çəkəcək. Sonra ikinci başqa bir dişlər var, onları çəkəcək. Deyirlər ki, pasiyent qalxıb qaçır orada. Neçə dəfə qaçmağa cəhd eləmişsiniz hə? Mən də güldüm. Niyə qaçırdınız? Hara qaçırdınız? Qorxuram doktor, ağrı hiss eləyir. Ağrı hiss eləməyinizdən qorxusu. Amma diş çəkimi güvənmirsiniz yoxsa nədir? Əsas qorxu səbəbi nədir məsələn? Yox, bax videolara baxıb gəlmişəm, amma qorxuram. Deyirsən çox yeri araşdırmısınız, eləmisiniz ha? Ki burada fikirləşirsiniz ki, ağrı olmayacaq, ona görə gəlirsiniz. İynədən qorxursunuz, yoxsa diş çəkiləndə ağrı olacaq, ondan qorxursunuz? İkisindən də. İkisindən də qorxursunuz. Çox narahatdır. Neçə dəfə durub qaçmağa cəhd edib. İndi bir baxaq görək, qaçmağa dəyərmi, dəyməzmi? Bir də rentgeninə bir baxaq. Rentgenində bir baxsaq burada. Bizim çəkəcəyimiz olan dişlər bunlardır. Bunlardır. Əslində bura implant qoymaq yaxşı olardı. Bir implant bura, birin bura, birin bura, bunu da çəkərdik. Amma bu ağızda praktik olaraq yaxşı görünür. Bunlar isə yaxşı vəziyyətdə görünmür. Bu bir də baxacağıq ağızda. Bu diş gömülü dişdir. Buradan keçən bu sinirdir. Yuxarı ağ xəttlə aşağı ağ xəttin arasında bu qara getdiyimiz bu, yəni kanaldır, sinirin kanalda aşağı alveol sinirinin kanalıdır, mandibulyar deyirik. Bunları çəkəcəyik indi. Üçünü birdən çəkəcəyik. Pasiyent də çox qorxur, çox qorxur. Bir baxaq, bir baxaq. Aşağı alveol sinirinin keyməsi ilə vurduq, bitirdik. Bitirdik. Keyməni gözləyək. Ağrı oldu iynə vurarkən, hə? İki etapdan qorxurdunuz. Bir ağrı etapı, iynə vuranda, bir də dişləri çəkəndə, hə? İynə vuranda olan söhbəti bağladıq, eləmi? Birindən qurtardıq. Qaldı 50%-imiz. Bu dişləri çəkəcək. Bu 7-ci dişdir, bu da 6-cı dişdir. Burada heç üzdə demək olar ki, görünmür, amma rentgende görürük bu dişi. Bu 6-dır, 7-dir, ağıl dişi də arxadadır. Bunları çəkəcək bir etapda. Yaxşı olardı ki, bura bir implant qoyardıq, arxaya implant qoyardıq. Bunu da çəkərdik, ümumiyyətlə implantları birləşdirərdik və yaxud çəkməzdik, arıca qapaq qoyardıq. Pasiyentlə razılaşmadan asılı olaraq. Məsələn, biz başlayaq çəkək. Həyəcan çoxdur. Hə? Ağıl dişi buradadır. Üstü çürümüş bir vəziyyətdədir. Bu ağıl dişi çox, burada infeksiya yerini görürük, ətin altında. Çox sıxıntı yaradarmış belə. Kök oradadır. Bir kök oradadır. Amma çürük hissəyə bir baxaq. Bax, bu qədər çürük bir hissə var burada. Digər kökün ucu. Burada dişlərin çəkilmiş hissələrini görürük. Bu bir dişin iki kökün hissəsi, ikinci dişin, bu 6-cı dişin iki kökü, 7-ci dişin iki kökü və ağıl dişini yerində görürük. Böyük açırıq. Ağrın var mı? Yoxdur, yoxdur. Xanımın heç bir ağrısı yoxdur. Çox qorxurdu, hədsiz qorxurdu. Dəyir qorxmağa? Dişlərin yerini çəkdik, bitirdik. 3 ədəd azı dişimiz, böyük azı dişimiz çəkildi. Biri gömülü olmaqla. Yerində bir səliqəli səhmanlı tikişlər atdıq, qoyduq. Belə. İndi fikirlərini alacağıq. Ağrı var? Yox. Gülürsünüz, əməliyyatdan çıxan adam gülür. Bilsəm çoxdan gələrdim doktor. Özünüz kimi qorxanlar çoxdur, sosial şəbəkələrdə bilirsiniz. Heç nədən qorxmasınlar. Hə? Siz məsələn lap çox qorxursunuz. Gələndə məndən sedasiya istəyirdiniz də, siz deyəsən, dediniz sedasiyanı eləyək. Ehtiyac varmı sedasiyaya? Necədir vəziyyət? Əla. Gülürsünüz, deyə gülürsünüz. Əməliyyatdan çıxandan sonra adam gülürmü? Hə? Əladır. Heç nə hiss etmədim, çox əla. Çox qorxurdunuz. Durub qaçırdınız, bayaqdan durub qaçmağa çalışır. Oturmurmuş burada. Bilsəm çoxdan gələrdim. 2 ildir bu dişimi bu vəziyyətdədir mənim. 2 ildə əziyyət çəkirsiniz, orada yemək yeyə bilmirsiniz. Amma mən deyim ki, bu implant ki var, implant qoymağı qoymadı da. Bugünkü ağrıdan çox qorxuram. Əməliyyat vaxtı təklif elədim ki, dişlər çəkin ki, bəlkə qoyaq, ağrınız yoxdur. İmplant bundan çox yüngüldür. Yəni implant qoymaq bundan daha yüngüldür, daha rahatdır. Hə? Qorxuruq implanta da. Demək istəmirəm deyirsən. Biraz sağalsın, eləsin, rahatlaşsın, yaxşı ondan sonra. Mən təklif eləmişdim, dişi çəkən kimi qoyaq, istəmədi, narahat, ağrıdan qorxdu elədi.
Belə keçmiş olsun. Çox sağ olun. Bir dənə konkret olaraq deyin görüm, özünüz kimi çox qorxan, sedasiya istəyən, lap belə hədsiz qorxan özünüz kimi pasientlərə nə deyirsiniz? Konkret sözü. Yəni heç bir ağrı falan yoxdur, qorxmasınlar. Yəni rahatlıqla gələ bilərlər. Bax, siz həmişə videolara baxanda, bizim videolardan ki araşdırırdınız. Əsas beyninizdə hansı suallar vardı? Məsələn, o sualları cavablandırın. Mən bilmirəm o suallar nədir. Onlar nə suallar idi beyninizdə? Görəsən burada şulandımı dediyiniz nə idi? Deyirdim ki, yəni hiss eləyərəm o ət kəsiləndə, ya iynə vurulanda, hamısını, yəni heç nə hiss etmədim də, heç bir. Keçmiş olsun. Çox sağ olun. Bugün də bir qorxan bir pasiyentimizin dişlərini çəkib 2 illik kompleksindən bitirmiş olduq, əzabından bitirmiş olduq.